İran İslam Respublikasının siyasi sistemi haqqında danışmalıyıq. İran İslam Respublikasının siyasi sistemi tarixdən məlum olduğu kimi 1979-cu ilin fevralında Bəhmən ayı İran təqvimi ilə baş vermiş Bəhmən inqilabından sonra formalaşmış, ən azı 9-10 il ərzində formalaşmış bir siyasi sistemdir və bu siyasi sistemin formalaşmasına həm daxili, həm xarici təsirlərin, rıçaqların xüsusi rolu olmuşdur. Bunlara xülasə şəklində nəzər salmağa çalışacağıq. 1979-cu ilin fevralında artıq Şahın Məhəmməd Rza Şahın ölkədən kənarda olduğu bir vaxtda artıq şahdan narazı qüvvələr, xüsusilə solların nəzarətində olan tətilçi muzdur fəhlələr geniş miqyaslı ölkə miqyasında tətillərə başlayırlar və bu tətillər artıq özbaşınalığa, vətəndaş idarəçisizliyinə, xaosa gətirib çıxarırdı ki, dövlət strukturlarını ciddi müqavimətə və nəhayət kütləyə atəş açmağa gətirib çıxardı və bu həm dindarların, həm də solların struktur şəkildə planlaşdırdığı, təşkilatlanmış şəkildə inqilabının baş verməsi ilə nəticələndi. 1979-cu ilin müvəqqəti hökumətini ki, artıq inqilabi hökumət Mehdi Bazarqana tapşırılır, dini lider, ali dini rəhbər Ayətullah Xameyni tərəfindən ki, burada da məqsəd Xomeyni və onun ətrafındakı klerikal, sakral dünya görüşünə malik dindarların iqtisadi proqram sahəsində təcrübələrinin olmamasından və təcrübə qıtlığından irəli gəlirdi ki, Mehdi Bazarqan kimi liberal düşüncəyə malik, daha doğrusu daha çox sekulyar təfəkkürə malik insanın baş nazir və yaxud müvəqqəti hökumətin başına gətirilməsi bundan qaynaqlanırdı. Lakin Xomeyni və ətrafındakı klerikal qüvvələr əlbəttə ki, dünyəvi sekulyar qüvvələrin hakimiyyətdə təmsil olunmasını arzu etmirdilər. Buna baxmayaraq obyektiv səbəblər bu məcburiyyəti yaradırdı. Çünki hətta xüsusilə Savakın fars ilə tərcümədə Sazəman Etilaf və Əmniyyət Kəşflər Dövlət Təhlükəsizlik və İnformasiya Qurumu orqanının binasının, hansı ki, bu bina özünün təslim olmaması ilə artıq populyarlaşmışdı, ad qazanmışdı ki, bu inqilaba hələ də müqavimət göstərir inqilabi qüvvələrə. Həmin binanın ələ keçirilməsində rolu olan solların, xüsusilə Tudənin hakimiyyətdə özünə pay istəməsi, hakimiyyətdə təmsil olunması və bundan başqa eyni səviyyədə liberal ziyalıların, aydın məsələdir ki, Tudə qədər gücə malik olmasalar da, bu liberal ziyalılar İran xalqının maariflənməsində 100 ildən çox əmək sərf etmiş insanlar idilər və artıq əgər maariflənmə baş vermişdirsə İranda, ki, bu hər halda az-çox baş vermişdir, bu xüsusilə imperialist dövlətlərdə təhsil almış liberal təfəkkürlü ziyalıların hesabına baş vermişdir. Lakin Xomeyni və ətrafındakı konfessional qüvvələr, dindar qüvvələr hakimiyyəti tamamilə özlərinin inandığı və özlərinin həqiqət hesab etdiyi şiə təfəkkürü və şiə siyasi fəlsəfəsi üzərində qurmağa çalışırdılar. Bu siyasi fəlsəfə də İranda tamamilə vilayət-i fəqih dövlətinin, vəli mərkəzli bir dövlətin yaranmasını, təşkilatlanmasını tələb edirdi bu fəlsəfənin özünün mahiyyəti. Belə ki, Xomeyni Tudənin
dəstəyini almaq və bu dəstəyi təmin etməklə hələ də dövlət orqanlarında şah dövründən qalma, xüsusilə orduda şah dövründən qalma zabit heyətini, generalitetin neytrallaşdırılmasını, fiziki olaraq məhv edilməsini təmin etmək üçün bu Tudənin dəstəyinə ciddi ehtiyacı var idi və Mehdi Bazarqanın liberal demokratik baxışları müvəqqəti hökumətin istefası ilə nəticələndi ki, bu da İmam Xətti davamçıları bir tələbə təşkilatı rəsmi açıqlamaya görə klerikal ruhanilərdən xəbərsiz, onların əmri olmadan Amerika Birləşmiş Ştatlarının səfirliyinə müdaxilə etmişlər və orada ciddi sayda 100-ə qədər diplomatı Amerika Birləşmiş Ştatlarının vətəndaşlarını girov saxlayırdılar. Lakin bundan başqa Mehdi Bazarqanın özünün proqramına əsasən ölkədə liberal bazar iqtisadiyyatının, liberallaşdırılmanın baş verməsi nəzərdə tutulurdu ki, bu da imperialistlərlə hər hansı bir əlaqəni nəzərdə tuturdu. Əlaqəni təmin etməli idi. Bu isə Xomeyniyə və klerikal qüvvələrə ümumiyyətlə bunu arzu etmirdilər, bunu tamamilə rədd edirdilər. Xomeyni və ətrafındakı klerikal qüvvələr Mehdi Bazarqanın istefasını təmin etdikdən sonraki bu 79-cu ilin noyabrında baş verdi. 79-cu ilin dekabrın ilk günlərində artıq referendumla İslam konstitusiyası qəbul olundu ki, 79-cu ilin aprelin 1-də artıq İslam Respublikası elan olunmuşdu. İslam konstitusiyası qəbul olundu və 80-ci ildə isə artıq yeni prezident seçkiləri baş verməli idi. Xomeyninin yenə də burada açıq aydın göründü ki, Tudəyə ciddi ehtiyacı var. Belə ki, Həsən Həbibi nə qədər Xomeyniyə yaxın adam olsa da və Xomeyninin bütün ciddi cəhdlərinə baxmayaraq, Həsən Həbibi cəmi 500 min səs topladı və Əbülhəsən Bəni Sədr, solların nümayəndəsi olan və İran İslam Respublikasının ilk prezidenti, solçu bir insan Əbülhəsən Bəni Sədr demək olar ki, 14 min seçicidən 11 mininin səsini deməli toplamış olmuşdu və çox üzr istəyirəm, 14 milyon seçicidən 11 milyon səsini toplamış olmuşdu və Əbülhəsən Bəni Sədrin eyni ilə Tudənin tələb etdiyi tələbləri qoyması, xüsusilə ruhaniləri burada qıcıqlandıran tələblərdən biri də qadınlarla kişilərin bərabər hüquqlu olması və xüsusilə qadınlara seçki hüququnun verilməsi, siyasi hüquqların verilməsi klerikal qüvvələri narazı salırdı, klerikal qüvvələri özündən uzaqlaşdırırdı. Həsən Ruhaniyə qarşı planlaşdırılmış təxribat, siyasi bir oyun artıq 80-ci ildə baş verdi ki, bu da qonşu İraq Respublikasında hərbi çevriliş etmiş və hakimiyyəti ələ keçirmiş Səddam Hüseynin tamamilə qərəzli və əsassız şəkildə İran İslam Respublikasının ərazisinə iddia etməsi ilə baş verdi. Sentyabr ayında müharibəyə elan etmədən, yəni artıq bombaladıqdan sonra elan edir. İran ərazisini bombalayır və sonradan rəsmi elan edir müharibəni. Və Səddam Hüseyn burada 75-ci ildə bağlanmış sərhəd, Şərqül Ərəb çayından hesablanan sərhədi özünə qarşı belə deyək, beynəlxalq təzyiqdən yaranmış bir hadisə hesab edirdi və bu hadisəni İraqın öz qüvvəsi hesabına bunu yenidən güya ədalət naminə bərpa edəcəyini deyirdi. Daxildə isə İran İslam Respublikasında Bəni Sədrin əleyhinə bu
cəbhədəki məğlubiyyətlərdən istifadə etməyə başladılar və burada xüsusilə Rəcai, Rəfsəncani və Bahonar xüsusi rol oynayırdılar. Bunlar Ali Məhkəmənin sədri, parlamentin sədri və İslam Respublikası Partiyasının siyasi bürosunun say seçmə ayətullah rütbəli, yüksək rütbəli insanları idilər. Bunların təzyiqi ilə artıq 81-ci ilin iyunun 10-da Bəni Sədr istifaya göndərilir və Bəni Sədr haqqında təcili cinayət işi açılır. Aydındır ki, tarixdən Bəni Sədr qaça bilir ölkə ərazisindən və bunun cinayət işinin heç bir belə deyək, maddi əhəmiyyəti olmur, əhəmiyyəti qalmır və Parisdə uzun illər yaşamağa başlayır. 81-ci ilin iyulun 28-də isə yenidən prezident seçkiləri zamanı Xomeyniyə yaxın insanlar, yaxın qüvvələr Seyid Əli Xameneyi gənc yaşlarının olmasına baxmayaraq artıq prezident seçilir. İkinci prezidentdir İran İslam Respublikasının və həmin seçkilərin nəticəsi olaraq hökumət kabinetini təşkil edir, deməli, baş nazir Rəfsəncani və Musəvi parlamentin sədri təyin edilir. Bunlar tamamilə klerikal insanlar idilər, klerikal qüvvələr idilər, konfessional dünya görüşünə malik idilər və tamamilə vilayəti fəqih siyasi fəlsəfəsinə tərəfdar olan şiə ruhanilər idilər ki, hətta 79-cu ilin aprelində İran İslam Respublikasının elan olunması üçün keçirilmiş referendumda vilayət fəqih sisteminə qarşı etiraz etmiş şəriətmədarinin Azərbaycan əsilli, yəni onun qeyri-rəsmi qaynaqlara görə Təbrizdə və ətrafda 40 min ona iqtida, şiəlikdə bir konfessional termin var, iqtida etmək, yəni onu nümunə kimi götürmək. 40 min bu insanın müridi var idi, yəni ona iqtida edən insanlar var idi, onu nümunə kimi götürmüş insanlar var idi və şəriətmədarini fiziki olaraq hətta bərtaraf edəndən sonra, neytrallaşdırandan sonra vilayət fəqih siyasi sisteminə müxalifət artıq qalmır. Birbaşa müxalifət isə tamamilə İran İslam Respublikasına düşmən elan edilmiş Mücahidan Xalq qruplaşması idi ki, bu Mücahidan Xalq qruplaşmasının da 80-ci ildən 83-cü ilə qədər 30 min üzvü edam edilmişdi, həlak edilmişdi, məhv edilmişdi, fiziki olaraq məhv edilmişdi və yalnız 81-ci ilin artıq ikinci hökumətində Respublika qurulduqdan sonra, ikinci prezident və onun hökumətindən sonra Respublikada tamamilə vəziyyət klerikalların xeyrinə dəyişir. Lakin burada da bunu qeyd etmək lazımdır ki, Xameneydən əvvəl çox qısa müddətlik bir prezident seçkilərində qələbə çalmış və qısa müddətli bir hökumət ki var idi, bunlar da eyni ilə klerikal qüvvələr idi. Prezident Rəcai seçilmişdi 81-ci ildə. Dərhal Əbülhəsən Bəni Sədr istefa verdikdən sonra hətta Bahonar baş nazir idi. Lakin Təhlükəsizlik Şurasının iclasında terror aktı ilə ciddi, güclü partlayışla bunlar həlak olurlar və eyni ayda iyul ayında elə 28 iyulda prezident seçkiləri keçiriləndə Behişti, Ayətullah Behişti digər sui-qəsd nəticəsində həlak olur və Behiştinin həlak olmasından sonra Xomeyni, Ayətullah Xomeyni özünə artıq klerikal qüvvələr arasında da rəqib görmür, rəqib tanımır, rəqibləri artıq məhv edilmişdi. Bundan sonra məhz İslam Partiyası, İslam Respublikası Partiyasının özəyini təşkil edən Xomeyni tərəfdarları, vilayət fəqih tərəfdarları İran İslam Respublikasının fundamental olaraq siyasi sistemini qurmağa başlayırlar. İran İslam Respublikasının siyasi sistemini müxalif
84-cü ildə artıq Ayətullah Qolpayegani müxalifət təşkil edirdi. Qolpayegani etiraz etməyə başlayır vilayət fəqih sisteminə, lakin 86-cı ildə Müntəzirini rəsmi olaraq Məclis-i Xubreqandan rəsmi olaraq onun namizədliyini keçirdir. Yəni Xomeynidən sonra ali dini rəhbər Müntəziri olmalıdır kimi belə bir sonralar Müntəziri bundan imtina edir. Bununla İslam Respublikası partiyası daxilində Höccətiyyə və İmam xətti tərəfdarları arasında baş verən qarşıdurmanı gərginliyi azaltmağa çalışsa da Xomeyni buna nail ola bilmir və buna nail ola bilmədiyini gördükdə 87-ci ildə İslam Respublikası partiyasını tamamilə ləğv edir. İslam Respublikasının, İran İslam Respublikasının siyasi sisteminin sonuncu, yəni Xomeyninin qoyduğu fundamental əsaslarda sonuncu element Məclis-i Təşhiz-i Nizam olur ki, bu da 89-cu ildən sonra biz artıq onun konkret, dəqiq nə üçün yaradıldığını 90-cı illərdə görəcəyik. Beləliklə, İran İslam Respublikasının tamamilə sistemi 89-cu ilə qədər formalaşır və ali dini rəhbəri Məclis-i Xubreqan adında Ayətullah və yüksək rütbəli mollalar, dini şiə ruhanilər seçirlər, ömürlük seçirlər, lakin onu vəzifəsindən azad da edə bilərlər. Bu, həmin seçilmiş şəxsin ya vəzifəsini yerinə yetirə bilmədiyi halda, səhhəti ilə bağlı və yaxud xüsusi dini pozuntular, əxlaq kodekslərindən, dini kodekslərdən kənar hərəkət etdikdə bu mümkün olur. Bunu da yenə Məclis-i Xubreqan edir. Məclis-i Xubreqan tərcümədə təxminən daha yaxşıların və yaxud yaxşıların məclisi. Bundan sonra prezident, Respublikanın prezidenti o ümumxalq seçkiləri ilə baş verir. Ümumxalq seçkiləri ilə baş versə də yenə onun namizədliyini Məclis-i Xubreqan qəbul etməlidir, namizədliyini qəbul edir və eyni ilə Məclis-i Şurayı İslam, yəni bu İran İslam Respublikasının parlamentidir. Yəni İslam Şurası Məclisi. Bu İslam Şurası Məclisindən də parlamentə birbaşa seçkilər xalq tərəfindən edilir. Lakin xalq tərəfindən edilsə də yenə də Məclis-i Xubreqandan bütün parlament üzvlərinin, bütün deputatların, bütün namizədlərin, deputatların yox, hətta bundan seçilməmişdən əvvəl namizədlərin namizədliyi, onların bütün o şəxsi işi Məclis-i Xubreqan tərəfindən təsdiq edilməlidir. Hökumət kabineti prezident tərəfindən təyin edilir, lakin parlamentdən keçirilməlidir. Lakin güc orqanlarından başqa quru qoşunları, ərtəş və yaxud ərtəş İranın kütləvi qoşunudur, kütləvi ordusu. Onun komandanı və Sepahın komandiri, yəni Azərbaycanda ona qısaca Sepah kimi tanınır. Yəni Sipahi Pazdarani İnqilab-ı İslam, İslam İnqilabı keşikçilərinin döyüşçüləri korpusu belə yazılır rəsmi qeydlərdə. Və bir də Daxili İşlər Nazirliyi tamamilə rəhbər tərəfindən təyin edilir. Tamamilə rəhbər qarşısında bu üç deməli güc naziri tamamilə rəhbər qarşısında məsuliyyət daşıyırlar. Hökumət prezident tərəfindən təyin edildi, təşkil edildikdən sonra parlamentdən keçirilir və yenə Xameneyinin, yəni indi ağanın, belə deyək, ali dini rəhbərin təsdiqindən sonra iş başına keçir və öz işini görməyə başlayır. Lakin hökumətin istifasını parlament yenidən təmin edə bilər, təşkil edə bilər, prezidenti istifaya göndərə bilər və bütün bu istifaları həmçinin ali dini rəhbər həmçinin edə bilər. İran İslam Respublikasının ordusu kütləvi orduya və xüsusilə inqilabı qoruyan korpusa ayrılır.
və İran İslam Respublikasında sənayenin, xüsusilə hərbi sənayenin ən son məhsulları və yaxud xarici ticarətdən alınmış ən son dünya texnologiyasının ən son modelləri birinci ilk variantda elə Sepahın arsenalında nümunədən keçirilir və beləliklə biz görürük ki, yenidən həmin 89-cu ilə qədər formalaşmış şiə təfəkküründə, xüsusilə şiə dedikdə biz Cəfəri İmami qolunu nəzərdə tuturuq. Çünki bir neçə 10-12-dən artıq şiə qolları var. Biz ən mötədil cərəyanı İmami Cəfəri cərəyanını nəzərdə tuturuq. Cəfəri cərəyanın siyasi fəlsəfəsinə uyğun olaraq mərkəzində vilayət-i fəqih, vəli-i fəqih dayanan İslam Respublikası artıq İran İslam Respublikasında mövcuddur. Bu 20-ci əsrin neoplatonizmi kimi qeyd edilə bilər.